İzləyicilər, hamınızı xoş gördük. Bir günlər sizə ekskluziv bir dənə ev çəkib göstərirəm. Ekskluzivin ekskluzividir ya. Toskana stilində tikib, həmişə olduğu kimi harda yox, Mərdəkanda. 11 sot yarımın içində. 260 kvadrat. Və hamınız arzulayırdınız ki, şəxsi tikili ev olsun. Bu da buyurun sizə, şəxsi tikili ev. Deməli, mərkəzi yoldan 300 metr məsafədə yerləşir. Gələndə maşında spidometrə baxdıq. Tam əşyalı, içi dolu, yəni necə lazımdır. Düzdür, bunlar qalmır, bunlar gedir. Bunlar götürəcək ev sahibi. Müşahidə kamerası, bütün hasar boyu müşahidə kamerası. Evimizdəki bax budur. Tam ortada. Gəl. Deməli, hörmətli izləyicilər, orada qazanxanadır. Burada manqalımız. Yaşıllıq zonası. Hovuzumuz var. 4'ün 9'a. Həyətin işıqlandırması və s. və ilaxır. Orada da kladovkası yerləşir. Mesela ora sanuzeldir. Qazanxanası da bax oradadır. Evimizin qiymətini aşağıdan qeyd edəcəm. Sənəd kupça çıxarışdır. 5 yataq otağıdır. 5 dənə. 260 kvadrat. Az deyil ha. Yola da yaxın. Öz hasarın dibinə amma belə şam ağacları. Hər otağında baxan var. Split kondisionerlər var. Görürsünüz. Gəl. Ətrafdakı hamısı villalardır. Kim alsa Allah xeyir versin. Yəni sağdan da soldan da evin arxasına keçmək olur. Bura mətbəxidir. Mətbəxdən də çölə çıxış var. Orada əsas giriş qapısıdır. Niyə? Bəlkə mətbəxdən girək. Gəl. Gəl mətbəxdən daxil olaq evə. Gəl. Stipolla təchiz olunub. Gəl. Mətbəximiz kifayət qədər geniş. Gördüyünüz hər şey, bütün elektronika. Yəni ev sahibi bir dənə paltarını götürüb çıxır gedir və onlar qalmır ha. Damafon sistemi, qonaq otağı və gördüyünüz bütün aparaturalar, hamısı bahalı aparaturalar. Fikir verin də, yəni yazın şərh bölməsində. Kommentariyalarda yazın. 5 dənə də yataq otağı. Bura çamaşırxanadır, buyur, çək görsən. Jakuzzisindən tutmuş var o. Gəl bir dənə çək görsən, buna bax. Birinci yataq otağı, mebel var. Bütün pəncərələr hamısı öz ərazisine açılır. Hasardan gördüyünüz kimi aralıdır. İkinci yataq otağıdır, buyur çək görsən. Sanuzel. Üçüncü yataq otağı. Dördüncü yataq otağı. Bu otağında split kondisioneri var. Və 5-ci yataq otağı. Ev tam təmirlidir. Yəni pul qoymağa ehtiyac yox. Mebellər, zətlər, hər şey var. Qiymətini aşağıdan qeyd edəcəm. Sənəd kupça çıxarış. Yola 300 metr məsafədə.
Əgər maraqlı olsa, zəng eləyin, gəlin, baxın, alın, xeyirli oturun. Bu günə bu qədər. Sağ olun, minnətdarım.